Hər gün yuxuda meyit gizlədirdim. Reaksiyanı da görəndə deyirsən ki, hə, düz elədim, elə ki, öldürdüm. Bizdə kinoteatr mədəniyyəti yoxdur deyə onu ölçə bilmirsən. Yəni filmi görürsən ki, 9 apreldən bütün sinemalarda. Yazılı bəs YouTube-da açan olacaq. Azərbaycanda kinonun böyük bir problemi odur ki, həm kinoda məşğul olan adamlar kinonu çox da sevmirlər. Sevmirlər. Bəs necə düşüblər kino? Bilmirlər, tanımırlar. Rejissora da deyirsən, belə baxırlar, buna bax. Həbə məktəbdəsən, açqarıq kimi baxırlar sənə. Biz niyə 12 saat işləyirik? Deyirəm ki, norması 12-də də. Kim 12 saat işləyir ölkədə? İşləyir də falan kəsə 15 saat, 16 saat işləyir. Dəm yaxşı, bəs bizim 40, 50, 60 çəkiliş günümüz var da. Bu 20-ci gündən sonra bu adam hər gün 15-16 saat işləyəndən sonra vəziyyəti nə olacaq? Çökəcək. Yazırsan ki, divarın o tərəfindən buna güllə deyir, yıxılır, çabalaya gedir. Sonra aktyorun özünə baxırsan ki, Perikanı 4 dəqiqəyə qalxırdı. Deyirsən ki, YouTube-a yazır, təkrarı acan olacaq. Deyirsən ki, YouTube-dasan da qardaş. Bir qonşuya qarşı üsyan qalxıb, cəmaət girir, bu silah çıxır, o molotov atır. Heç nə də deyə bilmirsən, pulu almısan, çıx get, işinlə məşğul ol. Yəni o rejissorda o məsuliyyət də ondadır. Heç kim ona heç nə deyə bilməz. İncəsənətdə sən bilmirsən ki, vəbşi mən bu dəqiqə vaxtımı düzgün xərcləyirəm yoxsa yox. Yəni bu sənin daimi gəlir yerindirsə, onda sən o ilham pərilərini bitər, onları sistemləşdirməlisən. Salam dostlar, siz Podkast kimi adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bu gün mənim çox maraqlı qonağım var və özü də çoxdankı dostumdur. Qonağım ssenarist və aktyor Nicat Muxtarovdur. Nicat, xoş gəlmisən. Xoş gördük. Çox sağ ol dəvətə görə. Deməli, mən necə aktyor dedim? Çünki sən həm Əqrəb mövsümü 2-də sən... Yox, 1-də. 1-də idi, 2-də idi? 1-də idi. Hə, 1-də idi. 1-də oynamısan, reklamlarda da çəkilmisən. Hazırda yayımda olan reklamların birində çəkilmisən, sonuncu pərdədə də çəkilmisən, epizodik olsa da, yəni çəkilmisən də, sən aktyor deyə bilərəkdi. Ya, düzgün olmaz məncə aktyor demək. Belə deyək də. CV-və yaza bilərik aktyor. Şey var, yəni Təcrübə var. Təcrübə var, amma yəni peşmanam. Çox peşmanam. Çünki məncə hamı belə sırf öz işinə köklənsə. Dostlar, bir də xatırladıram ki, siz də artıq bizim studiyadan istifadə edərək öz podkast və rız çəkilişlərinizi edə bilərsiniz. Bunun üçün bizim Instagram, TikTok hesabımıza yaza bilərsiniz. Mehriban Media adlanır. Bütün əlaqə vasitələrinin keçidləri mən videonun altında yerləşdirəcəm. Siz bizim layihəyə sponsor kimi də qoşula bilərsiniz. Əgər hər hansı bir şirkətiniz, məhsulunuz, xidmət növünüz varsa, bununla bağlı yaza bilərsiniz. İndi isə qayıdaq qonağımıza. Bu günə qədər ssenari müəllifi olduğun serial və filmlərin adlarını sadalayasan ki, bizi izləyib dinləyənlər bilsinlər ki, danışan kimdir və hansı praktikası var. Deməli, seriallardan bölmə serialı, Körpün Otayı serialı. İndi ASTV-də bu yaxınlarda yayımlanacaq 4 divar serialı olacaq. Və demək olar, yəni də mən uzun illər Emil Quliyevlə işləyirəm. Demək olar bütün orada olan, yəni mən yazmadığım ssenarilərdə, yəni Emillə məsləhətləşib orada yəni işləmişəm. Əsas elə optu da oradan yığmışam demək olar. Yəni təcrübəni oradan yığmışam. Reklamlar da yazmısan yoxsa? Reklamlar çoxdur. Qısa metrajlı filmlər var, tam metrajlı filmlər var. Tam metrajlı filmlərdən ekranlaşmış, mən burada tək olmuşam filmi var. Bir də Stadionlar səssiz olanda Qurban Qurbanov haqqında filmdir. Tam metrajlı başqa nəsə yadıma gəlmir açığı. Amma sən tam metrajlı filmlərdə ssenari müəlliflərdən biri olmusan. Biri, bəli. Mən burada tək olmuşam, mən elə Emil Quliyev, bir də Nurlan Həsənli ilə bir yerdə yazmışıq. Stadionlar səssiz olanda orada ssenari komandası artıq mən ora qoşulanda ssenarinin ilk versiyası hazır idi. Sadəcə onlar ssenarini oxuyurlar. Mən elə qonaq gəldim, Əli Səttar Quliyev və Rüstəm Babazadə yazıb o ssenarini. Orada ikinci rejissor Azər Quliyev idi. Elə onunla dost kimi elə gəldim onların ofisində. Elə ssenariyə qulaq asdım, bir-iki məsləhət verə-verə o məsləhət artıq başladı müstəqil bir ssenariyə çevirmə. Elə sonra Rüstəmlə, Əli Səttar bəylə bir yerdə oturduq. Azər özü də qoşuldu ssenariyə, elə dördümüz o ssenarini elədik. Ortaya çıxartdınız. Ortaya çıxartdıq. Mənə bilsin də maraqlıdır. Mən illər əvvəl 18-ci ildə deyəsən, 19-da səndən soruşmuşdum. Sən o vaxtda deyəsən Emilin hansısa filmində ssenari müəlliflərindən biri idin. Mən orada tək olmuşam. Hə, oradaydı da deyəsən. Mənə də maraqlı idi ki, mən o vaxt ssenari yazmamışdım. Dedim ki, yəni Nicat nə cür olur ya, adam oturur ssenarini yazır. Sən də onda mənə bir cavab verdin. O cavab yadımdadır. Amma bizi izləyib dinləyənlər üçün istəyirəm deyəsən ki, yəni ssenari yazmaq daha çox İlham məsələsidir, yoxsa daha çox intizam məsələsidir? Hələ də olur, belə də olur. Çünki hələ ssenaristlər var ki, onlar yəni sırf
ilhamlananda yazırlar. Yəni təkcə bizdə yox, yəni ümumiyyətlə bütün dünyada baxırsan ki, bu adam illərdir heç nə yazmayıb və birdən-birə neçə ildən sonra qərara gəlir ki, mən yeni film ya da ki, məsəl üçün David Fincher kimi dünya şöhrətli rejissordur. Amma səhv eləmirəmsə, heç bir dənə də filmin ssenarisini vəbşə mən bilən o yazmayıb. Amma heç kim də deyə bilməz ki, David Fincher öz filmlərinin avtoru deyil, müəllifi deyil. Baxır, ümumiyyətlə sən bu sahədə hansı istiqaməti tutmusan. Əgər sırf sən bu işdən qazanırsan və yəni bu sənin daimi gəlir yerindirsə, onda sən o ilham pərilərini bitər, onları sistemləşdirməlisən. Və mənim məsəl üçün bu dəqiqə bu sahədə ən mənə böyük maneə törədən oldu ki, mən sistemləşdirə bilmirəm. Mənə məsəl üçün bilirəm ki, mən bu ssenarinin ayın 20-sinə çatdıracağam. Amma mənə zaказçı gəlib deyəndə, sifarişçi gəlib deyəndə ki, 20-sinə qədər çatdırarsan, belə oluram ki, mən onsuz da çatdırırdım da 20-sinə. Bunu məndən niyə soruşdun? Prinsipə gedib onu 25-nə qədər uzadacağam. Yəni ki, niyə məndən onu soruşdun? Ona görə də Nicata belə söz deməyin. Ümumiyyətlə Nicata sifariş verməyin. İndi o da baxır nə? Reklam məsəl üçün çox asandır. Reklamlar mən xoşlayıram reklam yazmağı. Reklam yazmaq daha maraqlıdır əslində. Çünki həm orada ssenarist kimidir, həm də bir marketoloq kimi də düşünsə, o da mənim fikrimcə çox maraqlı işdir. Düzdür, bəlkə də daha gəlizdir ssenaridən. Çünki ssenari elədir ki, onu mən o vaxtı elə ya mən burada tək olmuşam çəkilişində idi, ya da sonuncu pərdənin çəkilişində idi. Orada bizdə ikinci rejissor Asif İskəndərli idi, yadındadır. Sən də onda rejissor assistenti idin onda. Bir söhbət düşdü ondan. O dedi ki, filmlərə baxanda şeyi görmürsən. Mən də filmə rahat bir hekayə kimi baxa bilirəm və düşünmürəm ki, ssenarist bunu necə fikirləşib, rejissor bunu necə çəkib. Deyir, istədin, istəmədin işlədikcə o proses səndə şeydir. Təhlil prosesi. Yox, səndə o belə seyirci kimi baxmaq effekti öləcəksən də. Məndə illər sonra oldu o. Yəni filmə baxmaq artıq hər dəfə bu ssenari bilirsən ki, özündən asılı olmur. Yazırsan və yaza-yaza bilirsən ki, mən bir personaj, maraqlı personaj da əlavə eləmişəmsə, bunun ana xəttdə heç bir təsiri olmadısa, niyə bunu əlavə eləmirsən? Yəni bir şeyi rahat çıxarda bilərsənsə, deməli o düzgün deyil. Düzdür, yəqin ki, dünya kinosunda istehsallar əlbəttə ki var. Amma mən məsəl üçün neçə dəfə olub ki, sifarişçi gəlib soruşub ki, bu personajı inkişaf elətdirirsən ha. Amma bunun hələ ki ana xəttdə təsiri yoxdur. Olacaq da yəqin. Ona görə də bir qayda olaraq, o belə priyomlar var deyə sən artıq başqalarının filminə baxanda bilirsən ki, bu hara gedəcək, bu nə olacaq. Yəni ya belə istiqamət filmə yox, filmi necə çəkiblər, necə düşünürlər, ona baxırsan. Ona görə yəqin ki də sən onu tapa bilməyəndə ki, nə olacaq, ondan daha çox zövq alırsan. O öz yerində. O filmləri mən həmişə edirəm, baş tacı edirəm ki, bu halaldır, mənə yəni allada bildilər ya da ki, mənə təsir eləyə bildi. İndi elə adamlar var ki, yəni bizim sadə elə ssenaristlər var ki, onlar illərdir işləyirlər, yəqin onlara yəni belə deyək də hələ də çalışıram ki, bir film mənim üçün bir kitab olmasın. Yəni baxın bunu necə yazıblar. Sırf mən də izləyəcəm, mən də istəyirəm filmə baxım, amma getdikcə ildən elə çətin olur, çox çətin olur. Amma yəni sualın cavabı olaraq, yəni nə qədər də ilhamlanıb işləsən də, nə qədər iş çox olursa, istər-istəməz o artıq sistemləşir və məsəl üçün inkişaf etdirməlisən xətti və heç cür fikirləşə bilmirsən, nə edə bilərəm. Sonra baxırsan ki, konkret balaca priyomların var ki, onları istifadə edirsən, görürsən ki, yox, inkişaf elədi hər şey. Amma o vaxt sənə nə demişdim, yadımda deyil. Mənim yadımdadır. Yəni ola bilsin beynimdən qaçıb. Nəyə görə mənim yadımdadır? Çünki məndə qorxu vardı. Görəsən mən bunu bacararamı? Ümumiyyətlə məndə alınırmı? Sonra yəni mən o dediyin yadımda qaldı deyə o cür başladım. Yəni diplom işimi o cür yazdım, ondan sonra ssenari yazmışam yenə o cür yazdım. Yəni başlanğıc üçün o mənə müsbət mənada təsir elədi. Onu demək istəyirəm. Bəlkə də sənin üçün də əhəmiyyətli olmuyor, amma mən bəlkə də mən indiyə qədər elə eləyirəm, amma yadımda deyil nə demişəm. Belə deyim də, əsas məğz ondan ibarətdir ki, dedin ki, bax biz orada restoranda oturmuşduq da. Sən dedin ki, bax fərz edək ki, bu qadın gedir. Bu kimdir, hardan gəlir, niyə, nə iş və onun dərinə başa getmək. O bizə universitetdə Oqtay Həmidov. Bizə də dərs verdi. O sağ olsun o bizə öyrətmişdi ki, yəni də oturursan, baxırsan pəncərəyə, görürsən ki, bu binada aktiv yaşayış gedir, amma bir dənə pəncərədə belə büzülmüş bir gül var da. Evin içinə girmirsən, məlumatın yoxdur, amma
baxırsan ki, niyə orada o gül bu vəziyyətə, niyə o gülü heç kim sulamır? Niyə bu dəqiqə hər yerdə işıq yanır, orada qaranlıqdır? Və yavaş-yavaş təxmin edirsən ki, çox güman bir yaşlı adamdır, yadından çıxıb, əvvəl kimsə sulayıb o gülü. Belə heç dəxli olmayan, bəlkə də prosta bir günlük ərəblərə kirayə verirlər o evi. Amma sən orada getdin, uca Mixail Xaniki kimi orada şeydir, Lubov filmini yazmısan noldan. Bu arada sən təhsilin barədə istəyirəm bizə məlumat verəsən. Sənin təhsilin nədir və harda oxumusan? Mən İncəsənət Universitetini bitirmişəm. Bizim ixtisas müəllimimiz Oqtay Həmidov olub. Çox şey bizə öyrədib. Düzdür, bizdə mən qəbul olduğum il İncəsənət bilmirəm indi var yoxsa yox. İncəsənət Universitetində rus sektoru yox idi. İminlə mən qəbul olan il onlar eksperiment olaraq rus sektoru açdılar. Və nəticədə qrupda 3-4 nəfər. Hansı ixtisasda? Bədii yaradıcılıq, ekran dramaturgiyası gedir. Yəni qısaca ssenaridə. Oqtay müəllim bizdən qabaq heç o dərsi deməmişsə, bilirdi. Yəni onu ayrı dərs deməli idi, amma yenə də onu hamıya öyrədirdi. Çünki bütün dünya ədəbiyyatını, yəni Aristoteldən tutaq, yəni iminə sırf yazıçılıq və ssenariyə aid olan nə varsa, hamısını artıq Azərbaycan rus dilinə tərcümə eləmişdi özü. Oqtay müəllim ümumiyyətlə çox məhsuldar adamdır. Bizdə əsas müəllim olmayıb, yəni bizə deyəsən ssenari, ya nəsə hansısa belə bir fənlərdən birindən dərs deyirdi. Yəni saatı az idi və yanılmıramsa bir semestr, 2 semestr dərs dedi. Mən başa düşürdüm ki, bu insan çox faydalı fikirlər deyir. Xüsusilə bizə kifayət xalq ədəbiyyatından gələn, Azərbaycan ədəbiyyatından gələn nələri istifadə edə bilərsiniz. O həmişə deyirdi ki, baxın siz gələcəkdə bu işlə məşğul olacaqsınız, rejissorluğu oxuyursunuz. Bu sizə lazım olacaq, buna əhəmiyyətlidir. Diqqətlə yanaşın. Hə, yəni belə deyək, onun bizə deyir də biz qrupda 5 nəfər idi deyə, yəni artıq o qrupda kimsə hansısa müəllimin, yəni müəllimin ixtisas müəlliminin sözünü bir şübhəyə qoyanda ya da bir zarafata çevirəndə 5 nəfərsən. Yəni istədin istəmədin təsir eləyir sənə. Ona görə çalışırdım, köklənim, çalışırdım. Oqtay müəllim mən sonradan müqayisə eləyəndə məsəl üçün bizim as-sektor eyni kurs. Onlar nə edirlər? Hə, onlar məsəl üçün biz 3-cü kursa deyəsən serial ssenarisidir. Onlar məsəl üçün dünya seriallarından olan serialların suallarına cavab verirdilər. Amma bizə Oqtay müəllim orijinal ssenari yazdırırdı. Ona görə də mən gördüm ki, oyda biz orijinal yazırıq. Bunlar hələ də yəni də Azərbaycanın ilk serialı, nə bilim nə belə suallara cavab verirlər. Dedim ki, özdə çox görkəmli belə tanınmış da müəllimləri var idi onların. Belə qaldım ki, biz niyə orijinal ssenari yazırıq? Bunlar hələ də suallara cavab verirlər. Sonradan başa düşdüm ki, ümumiyyətlə bu sahəyə davam eləməyə başlayanda gördüm ki, yox. Yəni Oqtay müəllim hələ də mənimlədir. Çünki tələbə vaxtı onsuz cavan olursan, fikrin ora-bura yayınır və məsəl üçün də 180 dəqiqə dayanmadan bir adam səndən danışanda, leksiya oxuyanda adam uje 4 il özdə. Beyin keyir. Hə, beyin keyir uje. Yəni İncəsənət tələbə sahədir ki, o yəni dəqiq bir normativi yoxdur da. Yəni sən dəqiq bilmirsən ki, bu məsələn bir var idman eləyirsən və bilirsən ki, məsələn üçün də idmandan mən danışmalıyam. Yəni biz danışmalıyıq. Yəni o başa düşsən ki, müəyyən məsəl üçün məşğələlər səni öyrədəcək ki, sən zərbəni belə vura bilərsən ya da ki, bunu düzgün eləyə bilərsən. Amma incəsənətdə sən bilmirsən ki, vəbşi mən bu dəqiqə vaxtımı düzgün xərcləyirəm yoxsa yox. Yəni düzgün məlumat alım. Çünki paralel olaraq hələ dərslər var idi ki, müəllim Wikipediyanı prosta götürürdü, tərcümə edirdi. Gəlib bizə danışırdı. Çünki Azərbaycan Wikipediyasında o məlumat yoxdur. Amma onu nəsə tərcümə edirdi ya da hansısa bir istoçnikini tapırdım. Uca bilirdim ki, növbəti dərs nədən olacaq. Yəni uca bir zarafata çevirirdim onu. Ya da ki, hələ müəllimlər var idi ki, onlar üçün məsəl üçün ad çəkməyəcək. Ən müasir film şeydir. Bir Kubrickin son filmi, Şirako Azərbaycan bilmirəm necədir. Geniş bağlı gözlərlə. Bir də müasirlərdəndir. Baxıb Mel Gibson'ın Apokalipsis filminə. Belə qalsın ki, dünyanın çox gedib qabağa. Tonla film çıxır. Yəni də pisi yaxşısı. Ay getdim, orada Rezinadel baxdım. Ona filmdir. Abdülətif Keşişin şeydir. İngiliscə film adı Blue is a Warmest Color'dır deyəsən, şeydir. Göy ən isti rəngdir, nəsə belə bir şey. 2 lezbiyan qız haqqında. Onu bir dəfə случайно görüb həmin müəllim özü də belə məşhur müəllim. O Kanda deyəsən qalib olmuşdu. Mən də o film çox bəyənmişdim. Yəni sırf o səhnələrə görə yox, film də oradan maraqlı film idi. Estetik cəhətdən gözəl seçilmişdi. Həm estetik, həm də yəni o filmi mənim o filmin vizual tərəfi xoşuma gəlmişdi. O filmi rahat propaganda eləmək olardı. Amma filmin sonluğu görsən hara gətirib, görsən ki, doğrudan da bu iki bir-birini sevən adamın
Yəni hekayəsini belə axırda səhv eləmirəmsə onlar ayrı qalır. Mən axırını xatırlamıram. Filmin axırına qədər qalmaq çətindir. Yəni ona görə də yəni baxırsan ki, bu propaganda deyil. Yəni ola bilsin bəzi hissələr propaganda kimi görünür. Təbliğat deyildi. Hə, yəni çox da belə maraqlı bir hekayədir. Yəni doğrudan da qız və qız olması orada vacib idi o hekayədə. Ssenari ilə bağlı bir məsələ var. Deyirlər ki, ilk cümlə məsələsi var da. Yəni səncə ssenari nə cür başlamalıdır ki, onun ilk 5 dəqiqədə deyək ki, tamaşaçı hekayəyə baxanda o yayınmasında ona fokuslanmış olsun. Baxır bu filmdir ya da ki, tam metrajlı film, yəni serial tam metrajlı film. Əsas orada, yəni əlbəttə ki, doğrudan da ki, bütün həm də festivallarda elementarən adi izləyici həmişə ilk dəqiqələr maraqsız olsa, doğrudan da ona baxmayacaq. Əsas mən çalışıram ki, izləyici məsələn bir hansı kütləyə xitab edirsən. Hə, ona maraqlı olan hissədən başlamaq. Məsələn, indi bölmə başqa cür çəkildi. Yəni bölmədən danışsaq, son ekranlaşmış işlərdən danışsaq. Yəni biz o vaxt Emillə Emilin bir dənə böyük problemi yox. Emilin bir cəhəti odur ki, nə qədər də özü yazmaq, neçə illərdir yazmaq istəmir də. Yazmır, amma praktikada yenə də görürsən ki, gəlir şeydir, öz bildiyi kimi elədi. Amma deyirsən ki, yaxşı, yəni bunu yazılan moment mənə deyərdin. O hazır produkta baxırsan, görürsən ki, bu nə idi? Mən yazdığım nə idi? Bu nə idi? Heç nə də deyə bilmirsən, pulu almırsan, çıx get, işinlə məşğul ol. Yəni o rejissorda o məsuliyyət də ondadır. Heç kim ona heç nə deyə bilməz. Amma məsəl üçün mən bölmədə ali məqsəd mənim üçün nə idi bölmə serialında? Sırf belə popcorn baxılası belə action, detektivsiz, heç nəsiz, hər şey bilinir. Sadəcə polisin həm adi belə həyatı, həm də bunun belə hər gün girdiyi risk və s. yəni ali məqsəd bu idi. Ona görə ilk səhnələri, ilk 5-10 dəqiqəni mən sırf həsərlənmişdim ki, hansısa qonşular dalaşıb, bir qonşuya qarşı üsyan qalxıb, cəmaət girir, bu silah çıxır, o molotov atır. Azərbaycanda idi məsələdir ki, elə şeylər çox yadıma gəlməyə çalışan olub. Bunlar girirlər, yəni bunların adi günüdür. Ondan qabaqda bunlar dönər alıb yemək istəyirdilər, amma alınmadı da. Yəni ondan sonra gedəvə indi arvada qulaq as ki, hardaydın? Orada bu dəqiqə dünya yanırdı orada. Yəni məqsəd bu idi ki, o kontrastı göstərmək. Yəni hörmətli izləyici, sən 8 seriya vur tut hələ buna baxacaqsan, yəni. Aydın məsələdir ki, hekayədə dönüşlər zətlər olmalıdır. Yəni izləyici ilə darıxmasın. Həm darıxmasın, həm də hissləri ilə oynamalısan, həm qığılcım olmalıdır. Çünki məsəl üçün nə qədər də Emili hamı şey tanısa da, detektiv, polis, belə. Amma Emillə böyük istəyən böyük arzusu, mən burada demişdim yoxsa yox, sevgi haqqında serial eləmək istəyir. Nə haqqında? Sevgi haqqında. Sadəcə sevgi, yəni xəyanətsiz, zadsız, ailə məişət. Prosta başa düşür ki, o serial yəni qığılcım olmalıdır. O qığılcımı tapa bilmir. Düz indi bu yaxınlarda yəqin ki, ortaya bir iş qoyacaq. Ona görə hər dəfə köklənir ki, izləyiciyə nə maraqlı olar. Və kommentlərdən də baxırsan ki, onlar hələ də izləyiciyə bu maraqlıdır. Çünki televiziya, yəni sən müəllif filmində nəsə diktə eləyə bilərsən ki, yəni istəmədin budur. Sən onsuz da bura gəlmisənsə, sən yəni mənə qulaq asmağa gəlmisən. Amma TV-də baxırsan ki, arada kommentlərdə ya çox ağıllı olurlar. Baxırsan ki, oydu, birinci seriyadan tutdu bu kimdir? Belə qalsın ki, heyf. Ya da görürsən, YouTube-a yazır, təkrarı acan olacaq. Deyirsən ki, YouTube-dasan da qardaş, dalayla baxdım. Belə qalırsan ki, ikinci seriya acan olacaq. İkinci seriyanın altına yazıb, ikinci seriya acan olacaq. Bax, ssenaridə belə bir şeylər olur ki, bəzən hansısa personajı görürsən ki, öldürür. Yəni ssenarist öldürür də onu. Ən xoşladığım priomdur. Mən elə onu soruşmaq istəyirdim ki, bu ssenarinin tələbidirmi, yoxsa sırf tamaşaçıya təsir etmək üçün bunu edirsən? Ümumiyyətlə özün hansısa bir sevilən və ya da marağa səbəb olan bir personajı öldürəndə bir ssenarist kimi nə hiss edirsən? Söhbət ondadır ki, məsəl üçün ssenari yazılmağa başlayanda sən özün də yaxşı bilirsən ki, onun ideyası olur, sonra onu bir sinopsis formasında, yəni balaca bir səhifəli hekayə kimi yazırsan, artıq orada bütün o serial necə görünəcək, hamısını bilirsən. Onun tərəfdarı deyiləm ki, yaza nəyisə dəyişmə. Yəni beynində ali məqsəd tutursan ki, 7-də belə olacaq, 8-də belə olacaq. Düzdür, Emillə onun çox çətindir. Çünki İndi bölmə haqqında spoiler vermək olar, yoxsa? Bölmə yayıma çıxıb tam olaraq. Yəni bölmə serialında yazılan prosesdə, yəni o əkiz qardaşlar söhbəti yox idi o ki, o kafedə işləyir. Yəni Emil deyir ki, bəlkə belə bir şey deyəsən. Körpünün o tayında çox personaj yox idi. Körpünün o tayı vəbşə
ümumiyyətlə də yəni ilk versiyasını görsən ssenarinin tamamilə ayrı bir hekayədir. Tamamilə heç gördüyümüzə heç bir yaxın da deyil də. Amma yəni iş gedə-gedə əlavələr olur və dəyişir. Bölməyə gəldikdə yəqin ki, bölməni nəzərdə tutub vermisən sualı, o Faiq obrazına. Faiq belə deyək də ölmək üçün doğulmuşdu o personaj. Yəni o ali məqsədi ölmək. Sən ölməlisən, onun qaçışı maksimum, yoxdur. yəni Emilə də yalvar yaxar eləmişdim ki, o personajı çox şirin elə, çox sevimli elə. Çünki o ölməyi yəni hələ belə ayda izləyici uyda gözləmədim. Yox, o da düzgün deyil. Yəni olur. Ölmək xatirinə ölməsinə. Olur elə şeylər ki, məsələn, izləyicini sırf şoka salmaq üçün artıq həm serialın reytinqləri düşür, yəni o sırf ailə məişət gündəlik seriallarına aiddir. Ya da ki, hansısa aktyor çəkilişə gecikir, rejissor deyir ki, yığışdır onu etdilə. Bizdə, yəni mən işlədiyim tip seriallarda elə şey olmur. Yəni yazılır, tam bitir, sonra proses başlayır. Redko olur ki, yazılandan sonra çox şey dəyişir. Faiq obrazı sırf ölmək üçün yaradılmışdı və get-gedə onun məsəl üçün yalan deməyəndə maniakal bir şey yaranırdı ki, hər dəfə bu baxırsan, ayda nə yaxşı adamdır da. Bilirsən ki, bu öləcəkdir. Həm belə qəribə bir hiss olur ki, amma öləcəksən. Mən də pis adamım, öldürəsən. Öləcəksən amma. Reaksiyanı da görəndə deyirsən ki, hə, şeydir. Düz elədim elə ki, öldürdüm. Biz elə Oqtay müəllim də ona başladı ki, yuxarıdan izləmə, həmişə yuxarıdan izləməlisən hekayəni ki, heç kimə, yəni lap elə hansısa personaj. Çox isinişməyəsən, hə? Hə, yəni hansısa personajı lap öz xassiyyətindən də götürmüsənsə, İslamı ona bağlamaq düzgün deyil. O ölə də bilər. Əgər yenə deyirəm, əgər hekayəyə qulluq eləyirsə, yəni o bölmədə lazım idi onun ölməyi. Mən burada tək olmuşam da, onu mən çox adam məsəl üçün soruşurdu ki, ha niyə belə elədiniz? O Azər Aydəmirin personajı öləndə ilk versiyasında var bir şey orada. Hikmətin personajı şeydir, özü öldürürdü. Gətirir onu görə ki, biz niyə bura yaralanmırdı davada. Onu gətirir ora, götürür özü. Yadıma gəlir ki, orada dəyişikliklər oldu. İlk versiya elə idi. Sonradan dedilər ki, çox həddindən artıq şey oldu. Hard oldu. Hə, yəni çox pessimistik nastroy oldu. Hələ belə də deyirlər ki, ayda düzgün eləmədi. Orada da Emilə demişdim ki, əgər nəsə improvizasiyalar olacaqsa, sırf yəni şirinləşdirmək məqsədi nə olsun Azərin personajını. Yəni mən onu daha da çox eləyərdim. İndi mən filmdə hiss olunur yox, amma kim baxıbsa o filmi hamı deyir ki, oy da niyə onu elədiniz, niyə öldürdünüz onu? Zor oğlan idi də. Mən burada tək olmuşam. Məsələn, mən orada ilk belə deyək də böyük işlərimdən biri idi. Orada nə səhvlər eləmək olarsa, hamısını eləmişdim. Ümumiyyətlə, yəni həm personajlara bağlanmaq, həm hər gün yuxuda meyit gizlədirdim. Hər gün yuxuda meyit gizlədirdim. Bilirdim tapacaqlar, gəldim anama yaxınlaşırdım yuxuda. Görürəm ki, bunlar da barışıblar ki, gəlib aparsınlar, belə oğul lazımdır. Belə qalırdım ki, yox, tapacaqlar meyit. Mənlə danışın, görməyəcəksiniz bir də məni. Hər gün belə idi vəziyyətim. Yəni bu işin bu tərəfləri də var, dostlar. Ona görə də bağlanmaq və s. belə şeylər düzgün deyil. Özünə proyektor biçirmək. Mənbədir, bağlanma elə ki. Bu da elə olmaz. Bu bir dənə belə bir şey var. O deyir ağ kağız sindromu deyək ya nə deyək. Vərəqə baxırsan, vərəq üzərindən götürəndə deyək ki, notebookda yazmırsan və bilmirsən ki, nə yazasan da. Yəni deyək ki, 3 gün yazmısan. Dördüncü gün düşünürsən getmir də, yəni heç cür yaza bilmirsən. Belə bir vəziyyətə düşmüsənmi? Düşmüsənsə belə bir hallarda vəziyyətdən nə cür çıxmağa çalışırsan? Açığı olur elə şeylər, amma yenə deyirəm, mən o hazırlıq etapını düzgün aparanda, yəni ssenari, hekayəni, o özü sənə diktə edir. Amma yenə də onu yazsan da olur elə bir şey ki, oturursan ki, bilmirəm. Yəni məsəl üçün Adəm B-yə getməlidir. Onu bilirsən. A nədir, B nədir bilirsən. Amma bu yol da maraqlı olmalıdır. Yol üstündə nə baş verəcək? Mən məsəl üçün nə kömək edir mənə? Əvvəllər məsəl üçün özümə əziyyət verirdim, otururdum, yox, nəsə yazacağam. Çalışıram, yəni bir yüngül istirahət götürürəm. Yəni nəyəsə baxıram, dəxilsiz bir şeyə, bax bir şey. Yəni hansısa filmə falan yazıramsa, detektivə baxmıram. Hə, romantik komediya baxırsan. Çox dəxilsiz bir şey baxırsan və o sənə görürsən ki, nəticədə bir dəxli olmayan bir nöqtədən gəldi, beynində yetişdi ki, yəni təmiz eyni janra çalışıram baxmıram. O kömək eləyir. Sadə istirahət də çox var. Əgər hazırlığı düzgün aparmırsansa, biraz vaxt istirahət eləyəndən sonra o şey eləyir. Özü sənə diktə eləyir. Yəni elementar heç nədən, yəni çox dəxilsiz bir elə olub ki, doğrudan çox dəxilsiz bir şeydən gəlir adamın beyninə.
Yaxşı, bəs bu personajlar ki yaradırsan, istər serial, istər filmdə, onların adətən neçə faizi real həyatda müşahidə etdiyin şəxslər olur, neçə faizi uydurduğun adamlar olur? Mən belə deyək, kinodan qabaq tələbə vaxtları və s. mən həm oteldə işləmişəm, həm pubda işləmişəm, həm də geyim mağazasında işləmişəm. Orada hələ bir şeydir ki, min cür adam gəlir. Hə. Yəni mən orada işləyəndən sonra bürclərə artıq inanmıram ki, yəni bu qədər tip adam çoxdur tip. Yəni hələ adamlar gəlirdi. Yəni elementarla sənin müdiriyyətinin özünü necə aparıb, amma müəyyən müştəri qabağında necə əyilməyini görürsən, baxırsan ki, yox, buna bir deyə bilməzsən ki, tipik oğlaq. Oğlaq deyil, bu ayrı bir şeydir. İnsanlar bu kapitalizmdir, bu bazar qaydalarıdır. Ona görə də mənə o kömək eləyir. Olur nəsə götürürəm, amma çox güman, yəni sırf bir adamdan nəsə götürmüşəm. Olur ki, məsəl üçün dominant hansısa bir adamdan olur. Mən burada tək olmuşam da deyirəm, bütün səhvlər eləmişdim. Yəni orada mən xasiyyət yox, amma məsəl üçün də mən ssenari yazanda çalışıram aktyoru təsəvvür eləməyim. Çünki sən aktyorun bacarığı çərçivəsinə düşürsən. Deyirsən ki, ayda. Doğrudan ondan nətər özünü məsafələndirə bilirsən? Çünki mən özümün çəkməyə planladığım ssenarilərdə, əksər hallarda ya konkret bilirəm artıq bunu kim oynayacaq, ya da 2-3 variant olur ki, bunlardan biri olacaq. Mən burada tək olmuşam yazanda, elə Nurlanla bir yerdə, Eminlə bir yerdə biz bilirdik ki, artıq o iki aktyor başrolda olacaq və onların fiziki və s. bacarığını bilirdim ki, məsəl üçün də Hikmət orada Azərlə dalaşacaq, bu bunu eləyəcək, onu eləyəcək. Amma məsəl üçün mən uzaq tuturam özümü bilməməkdən ötürü. Ümumiyyətlə, yəni aktyorları fikirləşmirəm. Hətta məsəl üçün yaza hansı aktyor zarafatla gəldi ki, eşitmişəm, təzə proyekt var, xeyirli olsun. Mənlik nəsə var, deyirsən ki, biraz gözlə. Çünki mən köklənsəm, mən çox olub ki, məsəl üçün hansısa bir aktyordur və başa düşürsən ki, yazırsan ki, divarın o tərəfindən buna güllə deyir, yıxılır, çabalaya gedir. Sonra aktyorun özünə baxırsan ki, perikanı 4 dəqiqəyə qalxırdı, deyirsən ki, mənim haqqım yoxdur elə bir şey demək, amma görürsən ki, yox. Həm də oyun, yəni fizikdən əlavə, həm də oyunu görürsən ki, o onu oynaya bilməyəcək, burada ağlaya bilməyəcək, bu suyunu görsənəcək, bu belə görsənəcək. Ona görə əsas uzaq tutmaq, yəni abstrakt bir şey olsun. Düz bəlkə də kiməsə kömək eləyir ki, aktyor. Məsəl üçün, məndə belə bir şey də olur ki, məsəl üçün, mən ssenarini yazıram, amma paralel olaraq artıq çəkilişlər də başlayıb. Uzun serialdır, çox serialdır. Və mən məsəl üçün, çəkilişlərdə də iştirak eləyirəm. Yəni, həm ssenaridən əlavə, həm də ikinci rejissoram deyə. Bilirəm ki, məsəl üçün, bu aktyor uzun monoloqda buna yazmaq lazım deyil. Bu hər gün hazırlıqsız gəlir. Yəni bir ayda ssenari ondadır. Adam elə birinci dəfə görür ssenarini. Başa düşürsən ki, buna çox söz yazmağa ehtiyac yoxdur. Yəni o effekti almayacaqsan, niyə eləyəsən? Hədə vaxt sərf edirsən, enerji sərf edirsən. O da düzgün deyil amma əslində. Yəni hekayə, sən belə deyək də, hekayəni yazanda düzdür, sifarişdən sifarişə də fərq var. Amma hekayəni yazanda yəni əlavə təsirlər olmasa yaxşıdır. Elə özün əlindən çıxsın. Çünki elə əsl həqiqət də odur. Yəni əslində hamı professional yanaşsa işinə, aktyordan tutmuş ssenarist, rejissor hamı professional olsa, o da düzgün deyil məsələləri olmaz da məncə. Bizdə bəyəndirim də, yəni həm də ikinci rejissoram deyə bu sahənin o birisi tərəfini də bilirəm. İstəmirlər. Yaxşı olmağını istəmirlər. Bəzi adamlar. Çox adamlar. Yəni ümumiyyətlə məsəl üçün, yəni hansısa filmin üzərində çalışan adam istəmir, yoxsa necə? Və məsəl üçün mən bu sahədə neçə ildir də ilk dövrümdə hələ də 12 saat söhbəti şeydir ki, filmdə necədir? 12 saatda bizim smenlər, əslində o da çoxdur. Amma yəni 12 deyil də, mənim işlədiyim az sayda film olub ki, 12 saat olub. Amma neçə illər ərzində mən məsəl üçün işlədiyim komandalarda onu zapret qoymuşam ki, 12-dən bir dəqiqə oyunu keçmir. Keçəndə overtime, o reklam zətdə overtime olur, əlavə ödəniş olur ona görə, o heç. Amma məsəl üçün bu yaxınlarda bir proyekt var idi. Deyir, biz niyə 12 saat işləyirik? Deyirəm ki, norması 12-də də. Kim 12 saat işləyir ölkədə? İşləyir də falan kəsə 15 saat, 16 saat işləyir. Demək yaxşı, bəs bizim 40, 50, 60 çəkiliş günümüz var da. Bu 20-ci gündən sonra bu adam hər gün 15-16 saat işləyəndən sonra vəziyyəti nə olacaq? Çökəcək. Əlbəttə. Tim Burton aktyoru da olanda, aktyoru məsəl üçün əgər smen 12 saatdırsa, mən çalışıram aktyoru da 12 saat orada saxlamayım. Çünki nə qədər də qrim eləsən, o üz yorğun olanda onu heç nəylə aldatmaq olmur da, heç nəylə gizlətmək olmur. Ona görə hələ elementar bir ikinci rejissorun da işi də odur ki, hər şey düzgün getsin.
Yəni artıq qalanda nə əlavə pul alır, nə bir şey. Bu yaxınlarda olub belə bir şey. Bir şokdaydım ki, hələ də bu söhbətlər qalıb. Yəni çünki mən işlədiyim productionlar doğrudan da qayda qanunla işləyirlər artıq, şükür Allaha. Amma indi elə oldu ki, indi fırlandım, düşdüm də bir yerə. Olur da neynəyək də, pul qazanırıq da. Belə qalırsan ki, o yox, 14-15 saat işləyəcək. Elə ona görə də layihədən çıxdım ki, başqa söhbətlər də var idi, iyrənc söhbətlər var. Çox üstünə getməyək söhbətin. Bax, son illərin belə deyim də, məncə müxtəlif sahələrə bəla kimi gələn məsələlərdən biri də süni intellektdir. Mənim halda sən nə düşünürsən? Süni intellekt ssenaristlərin işini əlindən alacaq, ala biləcək, yoxsa hökmən orada gəlir bir insanın, canlı bir varlığın toxunuşu olsun, insan tərəfindən yazılsın ki, ssenarilər yaxşı olsun? Mən bir dənə intervyuya baxmışdım. Orada deyəsən səhv eləmirəmsə, telefon üçün YouTube application yaradan adam rusdur. SNQ-dəndir. O deyirdi ki, yəni 3 yol var. İndi ola bilsin səhv nəsə şeydən, süni intellekt o indi sırf köklənib süni intellektlə işləyir. Yəni ssenaristdir? Yox, ayrı sahədir. O mən məsələn neyrobiologiyada indi ona köklənib. Əvvəl Google-da işləyirdi, indi ola bilsin səhv eləyirəm nəysə. Deməli o deyir ki, 3 üsul var, 3 yolu var bunun. Ya biz əgər hər şeyə süni intellektə həvalə eləyəcəksə, bizdə deqradasiya gedəcək. Yəni elementar tutalım ki, artıq ssenariləri elə prodüser özü deyir ki, pirat haqqında bir dənə film yaz düzəlt. Sonradan deyəcək ki, şeydir, hansısa da proqrama onu videosunu düzəlt, vizual həll eləyəcək onu. Sonradan o yayılanda hamı öz evində öz filmini düzəldib baxacaqsa, sfera öləcək. Yəni onsuz da belə deyək, süni intellektsiz də bizdə bu kino sahəsində böyük bir problem var ki, bu TikTokdur, Instagramda onlara görə yeni nəsil artıq 3 saatlıq. Mən deyəndə ki, məsəl üçün falan kəsin təzə filmi çıxıb bomba. Nə qədər gedir? 3 saat yarım. Mən 2 saat deyəndə 3 saat yarım belə qalırsan, 3 saat yarım filmə baxmısan. Deyirəm ki, gedin onda şeydir də, Satantan gözədə baxın ki, 6 saat gedir. Onu nə edərsiniz də? Onlar bir marginal bir şey kimi gəlir. Ona görə də o məsələ bir tərəfdən hələ üstəlik, yəni cəmaət rahata qaçır, cəmaət tezə qaçır. Yəni biz hər şey süni intellektə həvalə eləsək, onda sfera öləcək. Amma evdə duracaq ki, məsələn, nə bilim. Onun marağı olmaz da. Mən özüm film yaradım, ona baxmaq istəmirəm. Hələ ki, məsələn, filmlər qazanır, hamısı da olmasa, yəni pravallar çox olur, amma qazanırlar deyə bizdə yox, ümumiyyətlə dünyada. Baxmayaraq ki, bütün şirkətlər indi yatırım edirlər süni intellektə. Bu arada bildin də akademiyada qərar qəbul edir ki, süni intellektlə ssenari, yazılmış ssenari əsasında çəkilmiş filmlər qəbul edilməyəcək. Söhbət onda mən belə deyə də proqresə qarşı çıxmaq həmişə belə böyük səhvdir ümumiyyətlə də, yəni. Amma həmin o deyirdim adam hansı ki 3 dənə üsul göstərdi ki, yəni ya biz onu təmiz söndürməliyik və yaxşı bir üsul itirməliyik, ya təmiz hər şey ona həvalə eləsək, özümüzdə deqradasiya gedəcək və orta bir şey onu bir instrument kimi istifadə eləmək, bir alət kimi. O mənim fikrimcə ən yaxşısı odur. Çünki məsələn olub ki, buradan məsələn sifariş almışam ki, bir dənə reklam lazımdır, falan mövzuya, payız mövzusudur, falan şeydir. Mən yolda gedə-gedə evə, əvvəl buraya yaxın yaşayırdım, ayaqla gedərdim evə. Geçsə gedirdim. Birdən gördüm, ağlıma idea gəldi. Deyirdim, gedim oturum evdə, onu oturum çap eləyim, yazım, göndərim. Sonra dedim, bir dəqiqə yəni. Mən bunu falan formatda, bir dənə hekayəni sənə danışıram. Bunu götür formatda, normal vəziyyətə sal, fayl kimi at mənə. Yaxşı. Bir də mən belə bir şey dedim, danışdım, verdim. Götürdü, hazır faylı verdim. İndi o yan-bayanı düzəltdim. Yəni bu pisdir ki, əladır. Bax belə məsəl üçün hardasa ilişsən də ondan kömək istəyə bilərsən. Amma düz onu çalışıram hələ bir şey eləməyim. Həm də kino nəyi gözəldir mənim fikrimcə. Ümumiyyətlə lap əvvələ qalsaq nəyə görə bu sahədə çünki hələ sahələri belə deyil, azdan çoxdan başım çıxır ki, mən gəlib orada rahat işləyib pulumu qazana bilərəm. Yəni sırf burada Emil həmişə deyir, bu sahədə hamı dəlidir də. Ona görə də mən uşaq vaxtı 2 dənə belə bir hekayə olmuşdu, icazə ilə danışım onu. Yəni nəyə görə ümumiyyətlə bu kinonu sevdim. Bir dəfə atam filmə baxırdı, gəldim. O da çox vaxt filmə tək baxmağı xoşlayırdı. Bilməm nə məqsədlə. Gəldim, oturdum. Nə filmidirsə artıq. Gəldim, oturdum ondan baxdım. Birdən gördüm ki, səhv eləmirəmsə Martin Scorsese
rus dilində Последнее искушение Хриstadır deyəsən. Hə, İsa'nın çox sevirəm o filmi. Deməli, İsa'nın sonuncu orada şeytan vəsvəsəsi. alladır onu, bu adi adam kimi yaşayır. Mən də Jon Miranovski kilsəsinin yanında böyümüşəm də, 30 il orada yaşamışam. Yəni bu pravoslav, xristian dininin atmosferini həm də hekayələrini də bilirəm. Yəni uşaq vaxtı futbolda isti olurdu, gedirdi Svitayevada içirdik, konsertlərdə otururdu. Ya bizim istirahətimiz bu idi də. Onun hamısını bilirsən, birdən-birə baxırsan ki, bu cür kanonu kimsə götürdü, rahat dəyişdi. Düzdür, mən sonradan bildim ki, bu Scorsese onu Yunan yazıcısı hansısa var, qadağa olunmuş ədəbiyyatdır da. Görürüm ki, kinonun belə bir gücü var, filmin belə bir gücü var ki, o cür, yəni illərdir bildiyim hekayəni, bütün dünyanın ən böyük dininin hekayəsini rahat belə dəyişə bilər. Onun da gücünü başa düşdüm. Və bir də mənə gecə vaxtı filmlərə baxmağa icazə vermirdilər. Mən də Matrisanın reklamını görmüşdüm aynəsindən. Birinci hissəsi. Hə. Qorxulu idi o vaxtda. Mən qorxurdum. Mən bilmirdim anonslar necə işlədiyini bilmirdim. Məsələn, anons məsələn bu həftə ərzində göstərirdi, nələr olacaq. Mən də bildim ki, haçansa olacaq. Həmin həftəni baxa bilmədim. Hər gecə oturdum, səssiz filmlərə baxırdım ki, evdə bilməsinlər filmə baxım. Hər filmə də ortaya qədər hələ verdim. Bilmirəm Matrisa nədən gedir. Bir dənə aynəsində reklam 5-10 saniyəlik reklamda güllə uçur, kimsə atlanır. Bilmirəm ki, filmin qalan hissəsi nədəndir. Otururdum məsələn yarım saat, 40 dəqiqə filmə səssiz baxırdım ki, beynimdə də bir şey demir, bu Matrisadır. Yəni 40 dəqiqə hansısa bir random filmə baxırdım Matrisa adı ilə. Sonra dedim, yox, bu şəkildə Matrisa deyil. O kadrlar Zilonla Emilə elə baxmışam ki, orada dedim ki, aha nəsə şeydir. Hə, yadıma düşdü hansı kadrını görmüşdüm. Orada Trinity obrazı var. Belə əyləşib, arxadan agentlər gəlir, bu dönür belə, qalxır belə. Dedim ki, hə, orada da gəlir filmin əvvəlində, Zilonla Milənin əvvəlində Yaşıl Mil. Hə, Yaşıl Mil. O filmin əvvəlində gəlib orada kimsə həbs eləyirlər, nəsə belə bir şey olmalıdır. Ya da ki, türmədən aparırlar öldürmə, nəsə belə bir şey. Kimsə gəlirlər götürməyə. O filmə hələ Matrisa adını, hələ bilmişəm Matrisa. Uşaq idim də. Ondan sonra həm də filmləri səssiz başa düşməyi öyrənmişdim deyə çox sevdim bu sənəti. Yəni həm də gücünü də gördüm o Последнее искушение Христова filmindəki. Yəni nələrə baxırsan. Sən məsələn də o film realiz olanda kinoteatr falan yandırıblar. Doğrudan. Belə bir etiraz formaları olub. O film şeydir. Mən o vaxtda da bilsəydim ki, hələ o musiqisini çox bəyənmişdim filmin. Sonradan bildim ki, Peter Gabriel onu erməni balabanı ifa edənlə bir yerdə yazıblar soundtracklərini. Bilməm o vaxt. Yəqin ki, rus kanallarından baxıb da atam. Ola bilər. Yəni bizdə də inanmıram ki, o filmə icazə olar göstərməyə. Amma yaxşı filmdir. Mən tövsiyə edirəm baxmağa. Gözəl film. Mən ona illər sonra yəni də yaxşı filmləri başa düşəndə elə baxdım. Doğrudan dedim ki, yəni uşaq filmə necə baxır? Heç kim elə filmədə nəyisə fikrin qaçır, nəyisə fikrin yayınır. Sonradan oturdum belə 0-dan 0-dan baxdım. Dedim, doğrudan nə maraqlı filmmiş. Bax, mənə bir də sən nə maraqlıdır? Sən həm öz yazdığın ssenarilərdə, həm də başqalarının yazdığı ssenarilərdə insanların reaksiyasına əsasən səndə hansı təəssürat var? Azərbaycan tamaşaçısının hansı xüsusi spesifik kodları var ki, deyək ki, o kodlardan istifadə edəndə, onlara basanda o tamaşaçı bağlanır o hekayəyə? Onun bizim ümumiyyətlə bu Azərbaycanda kinonun böyük bir problemi odur ki, həm kinoda məşğul olan adamlar kinonu çox da sevmirlər. Sevmirlər? Yəni də məsəl üçün bəs necə düşüblər kino? Çox adam məsəl üçün heç filmlərə baxmır. Hə, o var. Onu mən də görmüşəm. Bilmirlər, tanımırlar. Rejissora da deyirsən, belə baxırlar, buna bax. Həbib məktəbdəsən, Aşkarik kimi baxırlar sənə də. O necə şey deyirdilər, məzələnir. Batan kimi. Batan kimi baxırlar ki, danışır da. Yenə başladı kinolarından danışma. Orada deyil, burada deyil. Bu yaxınlarda şeydir. Mən Azər Quliyevlə bir film, qısa metrajlı bir film yazmışdı. Sanki yoxsan filmi. Və o film Cannes festivalına düşmüşdü. Shortlist. Hə, əsas konkursdaydı və mən bilən Azərbaycanda birinci dəfə idi. Sırf Azərbaycan. Mənim bildiyimdə birinci dəfə idi. Hə, ki o film düşdü. Düzdür, belə bir çox da xəbər olmadı, belə yayılmadı. Düzdür. Daha çox problem oldu o film ora düşəndə ki, düşmən ölkəyə gedib o film. Fransa qazırsa bizə düşmən ölkəymiş, bilmirdim. O period. O period, hə. Çox girmək istəmirəm o söhbətə, amma şeydir. Ki, o filmdə nə var ki, görəsən bunu Fransa belə bəhbəhlə qəbul elədi.
O filmə baxmaq, o filmdə Fransa, sonra biləndə ki, üstəlik o filmin production, La Luna production işidir də, yəni fransız pulu var o filmdə. Bu isvaz təxribat bir filmdir, amma əslində Azərin belə deyək hekayəsidir. Çox da gözəl, belə sırf Azərə belə şəxsi bir həyatından, şəxsi emosiyaları ilə, yəni deyəsən ki, sırf Azərbaycanı isə pis göstərməyi, kimisə yaxşı, yox, heç yaxın da bir şey yoxdur. Ona görə bizə gülməli gəlirdi o söhbətlər. Yəni o film düşüb. Mən bu yaxınlarda bir çəkilişdə bir oğlan var, yaxınlaşdı ki, sən falan filmdə Azərlə bir yerdə yazmısan sən o filmi. Deyirəm, hə. Əlimi sıxım, belə. Hamı belə qaldı ki, nə söhbətdir bu? Niyə görə də bu şeylədir? Film kana düşür. Gördün mü? Kan vaxtıdır. Kan vaxtıdır. Sən görək. Bəs kodlar nədir? Azərbaycan tamaşaçısının hansı? Nəyə gətirdim sözümü? Bizdə həm kino sahəsində işləyən adamlar sevir filmi, həm də izləyicilər hələ də tam hər şey başa düzdür. Heç nə izləyicilərin boyuna atmıram. Yəni bizim də işimiz odur ki, izləyicinə düzgün istiqamət vermək və s. Bizdə okla kino deyirlər. Yəni kino ətrafı mədəniyyət yoxdur deyə onu bir ölçən bir şey yoxdur. Məsəl üçün əvvəllər deyirdilər ki, komediya çəkək, komediya partladacaq. Hələ komediyalar praval olub ki, baxırsan ki, məsəl üçün o resept düzdürsə, yəni vaxtı, aktyoru, zarafatların yönü. Baxırsan ki, hamısı var. Amma film çox belə biabırçılıq praval olub da. Deyirsən ki, bu niyə film batdı, bu niyə pul qazanmadı? Burada hər şey var idi də. Ya da ki, baxırsan ki, hansısa filmə həddindən artıq çox adam gedir. Deyirsən ki, nətər oldu da bu. Ona görə o, məsələn, xaricilərdə necədir? Onlarda bir müəyyən saytlar var. Oradan yəqin ki, məşğul olan reviewlar yazırlar. Bizdə məsəl üçün çox çətindir nəbzə tutmaq ki, mən indi nə yazsam, bu film daha çox, yəni sırf söhbət pulda deyil. Söhbət ondadır ki, bu filmi çox adam görsün. Yəni ümumiyyətlə filmin festival üçün çəkilirsə və yaxud da kinoteatr üçün çəkilirsə, pul və uğurdan əlavə orada böyük bir şey var ki, mən hekayə danışıram. Bu hekayəni nə qədər çox adam görərsə, o qədər də yaxşıdır da. Əgər bu hekayəni çox adam görməyində mənə festival kömək eləyəcəksə, niyə də yox? Və ya ki, kinoteatrlar kömək eləyəcəksə, niyə də yox? Amma məsəl üçün də həm bizdə kinoteatr mədəniyyəti yoxdur deyə onu ölçə bilmirsən. Yəni filmi görürsən ki, 9 apreldən bütün sinemalarda yazılır, bəs YouTube-da sən olacaq. Sən də üzümə də demə də, heç olmasa şəxsən soruş da, kommentə yazılar YouTube-da sən olacaq. Bu əhalinin azlığına görə də ola bilər də. Məncə səbəblərdən biri də bu ola bilər. Nə bilim. Kino axı bir müəllimimizdir deyir. Orada yenə də həm kino sahəsinin, bizi kino sahəsində çalışan adamların günahı var. Çünki deyirsən ki, insanlar kinoteatra gəlmir. Onda da günah. Və sən də nəsə eləmirsən o adamlar kinoteatra gəlsin. Yəni bir proyektə çağırıblar, deyirlər ki, bax sən şeydə işləmirsən, falan uğurlu proyektdə işləmirsən, biz də onun səviyyəsində bir şey eləmək istəyirik. Başa düşür ki, bizdə bu var. Deyirsən, mən də deyirəm ki, məsəl üçün elementarına götürək Əqrəb mövsümü. İndi Əqrəb mövsümündə həm birinci, həm ikinci, indi inşallah növbəti sezonlarda da çalışacağam. Və mən deyirəm ki, əgər onun uğurunu istəyirsənsə, sən bilirsən ki, sən sadalıqlardan əlavə bu məsəl üçün əsas momentlərdən biridir. Azərbaycan kinosunda onu heç çox nəzərə almırlar. Marketinq qəti nəzərə almırlar ki, büdcəsi olmur da bizim. Metroya vurarıq da. Metroda olar. Cəmaət 6-da işdən yorğun çıxır. Mən neçə illər metroya minməmişəm. İndi yaşayış yerimi dəyişmişəm deyə metro ilə mənə daha rahat, daha tez evə getmək. Yəni metroda sıxlıqdan sonra çıxırsan, görürsən öz işlədiyin filmin postu özün vezinə gəlmir ki, çatım evə yanın görək. Yəni o adam baxıb, gəlin buna baxım nədir bu belə bunun posterini vurublar ya da şəhərdə propkada baxır deyir, buna da nə ələt, mənə o lazımdır. Yəni marketinq hələ deyil. Hamının gözünə soxum. Simbolik indi hamı bu dövrdür. Yəni ora köklənməli. Mən o işlə məşğul olmam deyə mən dəqiq deyə bilmərəm nə etmək lazımdır. Çünki ümumiyyətlə xaricdə mən bilirsən heç treyleri, yəni bizdə necədir? Elə montajör özü yığır treyleri, amma orada treyler sırf ayrı şirkətlər var ki, treyleri bir ki standart bu üsulu var ki, hansı ki şeydir. O cəmaata beyninə yəni hopacaq. Elementarla da o üsulu da sındıranda deyirlər ki, o dahi, yəni onlarda bir şirkət var, Neon. Onları necədir məsəl üçün Warner Brothers, Disney, yəni yox, mən elə bildim. Neon Rusiyanın şirkətidir. Yox. Neon bir də A24 var, təzə şirkətlərdir, hansı ki son tez yarandılar
və üsulunu tapdılar. Artıq Neon neçə ildir dalbadal ən yaxşı film Oscarını onlar götürürlər. Balaca production. 24 nə idi o studiyanın adı? A24, E24. A24, A24 çox xoşuma Agent for gəldi. Qəşəng olardı. müəllif filmləri olur. Hə, onlar məsələn nə ilə elədilər? Onlar məsələn bütün bu yazılmış qaydaları öyrəndilər, bildilər və sonra sındırdılar o qaydaları. Və Neon məsəl üçün trailer klassik sistem vardı, marketinq. Biz o qədər geri qalmışıq ki, onlarda deməli bir təbəqə var, hansı ki 100% işləyəcək. Təbəqə deyirəm, bir level var da ki, mən standart marketinqi bu cür aparacağam və bu işləyəcək. Artıq onları üst-üst yaranıb ki, bunu sındırsam, başqa cür eləsəm, o daha çox işləyəcək və s. Yəni Amerika izləyicisi subtitrli filmlərə baxmır. Amma məsəl üçün hətta İqra Kalmar oyununda, hə, o məsəl üçün çalışmışlar dublyaj eləsinlər, hamı elə salardı onun dublyajını ingilisindəki. Yəni onlar baxmırlar. Amma Parazit filminin sırf bütün marketinqi Koreya dilində qurulmuşdu da. Yəni sırf deyirlər, bilinmirdi nədir bu, nə haqqdadır bu film. Amma yəni bax budur ya. Yəni sən öyrəşdiyin hər şeyi biz sındırırıq, belə edirik. Vizualla olur. Hə, ya da ki məsəl üçün Yatonya deyəsən filmin adı. Aytonya Margot Robbie oynayır orada, idmançı xokkeyist ya da yox. Hə, o filmə baxmamışam hələ də. Yəni o film Xokkeyist. hə, xokkeyist deyil, figurna katanyadır. Bilmirəm Azərbaycanda. Fiqurlu konki sürmə. Hə. Orada məsəl üçün mən bilən treylerində orada daha çox yəni ailə söhbətidir, ər-arvad, anası ilə əri ilə münasibəti və mən bilən bütün treyler onları çalışırlar söyüşdən uzaq dursun. Bütün filmdə nə söyüşlər var, ancaq o kadrları yığmışlar. Filmin treyleri başdan ayağa söyüş idi. O artıq ayrılır. Bizdə elementardır, qaqa YouTube-da haçan olacaq. Hələ ki orada qalmışıq. Amma yenə deyirəm, o sırf deyəsən ki, izləyici gəlmir, yox. Sən də bir şey elə ki, o gəlsin. Ona görə sənin suala bir mənalı cavab verə bilmirəm ki, yəni Əqrəb mövsümü bir məsəl üçün hamı baxdı. Amma orada Uğurun məsəl üçün resepti nə idi? Ssenari idi, rejissor işi idi, aktyor işi idi və yaxud da ictimai telekanalın uğurlu marketinqi idi. Mən onu deyə bilmirəm hansı daha yaxşıdır. Çünki marketinqi mənim yadımdadır yoxsa onlar gözləyirlər. Biz serialı çəkmişdik. Neçədə çəkmişdik? 1-2 il sonra getdi. Hə. Çünki onlar dünya çempionatı vaxtı başladılar pauzalarında verməyə onu reklamı. Yəni yaxşı marketinq eləmişlər. İzləyici həm də düzdür o periodda elə idi ki, bizdə elə seriallar yox idi. Amma yenə də yəni mən deyə bilmərəm ki, Əqrəb mövsümü məsələn nəyə görə uğurludur. Ola bilər. Ola bilsin, o da ola bilər. Ola bilər. Mən istəyirəm biz yavaş-yavaş yekunlaşaq və yekunda istəyirəm ki, bizə bir 5 film tövsiyə eləyəsən, sinemaya marağı olan. Sən vacib deyil ki, kimisə nəzərə alasan, sırf özün, öz sevdiyin 5 film tövsiyə. 4 film var ki, onları hələ deyəcəm, indi 5-ci fikirləşərəm. 4 film var ki, düzdür, mən kimə deyirəm bu filmləri? Hamı deyir ki, sən bütün günü otursan festivalin filmlər, zət belə başqa festivalin film anlayırsa yalan bir şeydir. Nəyə bəyənmisənsə odur, nə hiss eləmisənsə odur. Çünki elə adamlar var ki, filmə baxır, başa düşmür. Sonra gedir reviewsuna baxır ki, oy da burada belə məna vardı. Ha, bomba filmdə. Yəni Ukrayna əsas məsələsini bilsən də o yalançıların ən sevdiyi filmdir. Hamı deyir baxmışam, amma çox adam baxmayıb ona. Çünki ona baxmamaq ayıb kimi bir şey kimi. Yəqin saat baxımından səbirləri çatmır. Ən çox sevdiyim 4 film. Bir Beautiful var, onun adı tərcümə olunmur, çünki adı səhvlə yazılıb. İspan rejissor Meksikalı da Iñárritu filmidir. Javier Bardem oynayır başrolda. Beautiful, möhtəşəm filmdir. Kimə məsləhət görürəm, hamı deyir ki, bu nədir? Bir Scott Pilgrim hamıya qarşı. Yəni belə deyə də mən deyirəm film nə bacarır, nə edə bilir. Yəni bir var maraqlı hekayə, bir də var ki, hekayənin necə düzgün çatdırmaq olar. Rejissor da Edgar Wright. Burning var, Playushi, yanan Koreya filmidir. Rejissorun adını deyə bilməyəcəm, setini çəkəcəm. Posterlər çıxacaq onun üstündə. Burning filmi möhtəşəm bir şeydir. Yəni mən o filmə neçə dəfə istəsəm baxmışam da. Yəni sayın da Liboy rəqəmi deyəcəm, o qədər də baxmışam. Çünki hər dəfə baxanda nəsə təzə bir şey. Bir Beautiful filmində, bir də ona baxanda hər dəfə nəsə bir təzə bir şey görürəm. 4-cü film komediyadır, sevgiyə aid bir komediyadır. Amma yəni mən o filmə birinci dəfə baxanda ilk titrlarından bildim ki, mən bu filmi sevəcəm. Yayın 500 günü. 500 dni leta. Tanış gəlir adı mənə. Adi sevgi filmidir. Amma filmin başlayanda belə başlayır ki, bütün real personajlarla üst-üstə gəlirsə, yəni bu
qəsdən olunmayıb. Xüsusilə də səndən. Fankes. Söyür onu ki, yəni baxırsan demə, bu filmi mən bəyənəcəm. Çox maraqlı filmdir. 5-ci film. Əslində deyə bilərəm, prosta o filmi mən yenə deyirəm, kimə məsləhət görürəm, amma deyir ki, yaxşı filmdir, amma ağır idi. Pajarı, yanğınlar, Denis Villeneuve-ün. Möhtəşəm filmdir. Adama sataşan filmdir. Hələ mövzularla baxırsan ki, kimə baxırsan deyirsən ki, deyir film ağırdır, amma filmə baxırsan, görürsən belə şiddət səhnələri yoxdur. Səhv eləmirəmsə, ən yaxşı xarici dildə yəni Oscar qazanıb, xarici dildə olan xarici dildə olan film. Yəni o film prosta ağırlığı, yəni o filmi axıracan baxanda sonra başa düşürsən ki, düzdür. Mən ssenariyə gəlmişkən nəyi sevmirəm filmlərdə. Məsəl üçün film sırf pajarıdır, ona yaxşı bir nümunədir. Yəni bizdə anekdotla filmi çox vaxt səhv salırlar. Çox vaxt da bizdə YouTube filmlərində olur. Məsəl üçün film finalından asılıdır. Finalını yığışdır, o filmə təzədən baxmaq istəmirsən. Elementar məsəl üçün hamı o vaxt Viktoriya Əlixan Rəcəbov çox istedadlıdır da. Yəni bəyənirəm onun işlərində, yəni Sonuncu şam yeməyi çox bəyənirəm o filmini. Aslında Azər Aydəmirin obrazı orada maraqlıdır. O məsəl üçün bir film kimi onu qəbul edirəm, amma Viktoriya məsəl üçün daha uğurludur, daha çox baxımlıdır və məsəl üçün taksidə gedirsən, bilirlər ki, kinostudiyaya gəlirsən, zakaz, kinoda işləyirsən, Viktoriya dəhşətdir, maraqlı işdir. Çəkilişi, hər şey yaxşıdır, amma film mənim üçün finalından asılıdır. Yəni o finalı yığışdır, o filmə baxırsan, yoxsa yox, biraz finalsız da filmə baxmaq sırf söhbət Viktoriyadan getmir. Yəni milyon hələ film var ki, sırf finalından asılıdır. Yəni o filmə bir dəfə baxırsan, o emosiyanı alırsan və deyirsən ki, oyda şeydir. Yəni sən demək istəyirsən ki, filmin finalı olmadan da ona baxmaq istəməlisən, yoxsa əgər belə deyək də, неожиданно final deyirlər də, gözlənilməz bir finalı varsa və o yer hər şey dağıdır, hər şey dağıdır və oca ikinci dəfə baxanda bilirsən ki, bunun finalı belədir. Oca o sənin üçün işləmirsə, onda oca deyirsən ki, bu deməli anekdot idi, film deyildi. Bu şey xatırlatdı mənə, Will Smith-in oynadığı film var. Bir dəfə baxırsan, indi deməyək də nədir? Sona baxdın, sonra ikinci dəfə artıq baxa bilmirsən, çünki bilirsən. Məsəl üçün hətta dünya filmlərində məsəl üçün Will Smith deyirəm, üzr istəyirəm. Will Smith yox, nə idi aktyorun adı ilahi? İndi Alzheimer'dən deyəsən çəkir. Bruce Willis, hansı filmdir? Bir uşaqdır, başqa yox. Amma məsəl üçün də mən demirəm, gözlənilməz sonluq olması yox, əksinə yaxşıdır. Amma yaxşı filmdə məsələn filmin məsələn nə ilə ölçülür? Mən o filmə təzədən baxa bilirsənsə. Hətta mən də o dediyim o Bruce təkrar, okey baxaram bir dəfə də təkrar, amma o belə bir filmdir ki, ona təkrar maksimum ikinci dəfə baxaram da. Mən ona baxmamış adama tövsiyə edirəm. Məsələn, mən sadaladığım filmlərdən spoiler olmasın. Bəzilərində finalları, yəni gözlənilməz final var da, yəni ki, o da alt-üst eləyir hər şeyi. Amma yəni o final da oldu, olmadı, sən o filmə mən məsəl üçün təkrar baxıram. Elementarna Alfonso yox, Cuarón yox. Kimin filmi idi? Mama filmi vardı. Javier Bardem oynayırdı. Baxmamışam ona yox. Nədir rejissorun adı? Requiem Pamişdən çəkən. Bildim. Neysə, o Mama filmi var. Məsələn, o film o fişkasını tutandan sonra o film sənə maraqsız gəlir. Bilirsən ki, sırf fişka üzərində qurulub ya da final üzərində qurulub o film. Yəni ona onsuz da baxmaq maraqlı olursa deməli o yaxşı filmdir. Aronofsky. Darren Aronofsky. Məsəl üçün bir-iki rejissordur, amma o filmi məsəl üçün hamı deyir ki, maraqlıdır. Mən o filmi bəyənmirdim, çünki sırf bir dənə fişka üzərində qurulub. Onu tutandan sonra film elə-belə sökür konstruksiya. Yəni belə deyək də, bizə o vaxtda universitetdə deyirdilər onu. İndi bayaq gətirdiyim nümunələrə aidiyyəti yoxdur. Ki, əgər filmin alt qatında nəsə bir metaforalar varsa, yenə də o filmə baxmaq maraqlı olmalıdır. Yəni onu başa düşməyən adama da maraqlı olmalıdır film. Mənim fikrimcə. Bəlkə də səhv deyirəm. Mən başqa ümumiyyətlə də yəni deyim ki, mən durub indi nəsə qızıl xırdalayıram. Yox, mən özümə hətta yəni aktyor dedinə ki, şeydir. Mən aktyor deyiləm, ssenarist kimi də deyim ki, hələ də çalışıram ssenarist olmağa. Öyrənirəm, əlbəttə öyrənirəm. Belə Nizat, çox sağ ol gəldiyinə görə. Çox sağ ol dəvət elədin.
Bizi izləyib dinləyənlərə demək istəyirəm ki, bugünkü söhbətimizlə bağlı fikirləriniz varsa şərhlərdə yazın. Əgər bizim studiyada podkast çəkmək istəyirsinizsə, Mehriban Media səhifəsinə yazın. Kontaktlar videonun altında olacaq. Orada yerləşdirəcəm. Həmçinin bizim layihəyə sponsor kimi də qoşulmaq istəyən şəxslər də bizə yaza bilər. Sonda həmişəki kimi hamınıza sağlam və xoşbəxt olmağı arzu edirəm. Özünüzə yaxşı baxın. Hələlik. Hələlik. Sağ olun.